İyunun 5-də 4-cü siniflər üzrə, iyunun 6-sında 6-cı siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant, məsafədən formada keçiriləcək. Dəqiq ekspert qeyd edir ki, bu barədə trendə Bakı şəhəri üzrə təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, iyunun 5-də 4-cü siniflər istisna olmaqla, bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-sında isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə 6-cı siniflər istisna olmaqla, digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədi ilə dərs prosesi distant, məsafədən formada keçiriləcək. Qeyd edək ki, monitorinq nəticələri şagirdlərin summativ qiymətlərinə və sinifdən sinifə keçməsinə təsir etmir. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.